qalxdı. Artıq damarlar genişləyə bilər. Hər kəs normal vəziyyətə qayıda bilər. Eyni zamanda onu dediyim ki, temperatur qalxanda niyə titrəmə də olur bəzən? Çünki bu da hipotalamusun işlərindən biridir. O bədənə siqnal göndərir əzələ toxumasına və əzələ toxuması bu titrəmə nəticəsində ekstra istilik yaradır ki, bu da bədənə toplanır, bədənin istiliyini artırır. Yəni belə başa düşdük ki, temperaturun qalxması bədənin müdafiə funksiyasıdır. Tamamilə Bədən öz doğrudur. müdafiə funksiyasını yerinə yetirməyə çalışır, başlayır. Necə düşünürsən? Temperatur qalxanda temperaturu salmaq vacibdirmi, yoxsa gözləmək lazımdırmı və yaxud da salmaq lazımdırsa, hansı temperaturdan başlayıb salmaq lazımdır? Ya da salmamaq lazımdırsa, niyə salmayasan? Bunu konkret belə deyim ki, ilk öncə son zamanlardakı araşdırmalar bunu göstərib ki, əgər bir xəstə temperaturu qalxırsa bir şəxsin, belə deyək, temperaturu qalxırsa və onu ya müalicə dövründə qızdırmasını salmağa çalışmaq, yaxud da bu qızdırma salan dərmanları biraz gec vermək heç bir şəkildə xəstəliyin gedişatına, yəni sağalmanı təsiri yoxdur. Sağalma onsuz da baş verəcək. Yəni orqanizm öz hesabına bu vəziyyətin öhdəsindən gələcək. Amma xəstənin əziyyət çəkməməsi üçün, bu yüksək temperaturdan çox çətinliyi yaranmaması üçün mən özüm belə deyək, əgər bu insan normal yəni nə yaşlı deyil, nə yeni doğulmuş deyil, çünki onlarda biraz fərqliliklər yaranır. Yaxud da immun sistemi aşağı salan xüsusi müalicələr almırsa, bu şəxsdə mən özüm şəxsi təcrübəmi məsələn 38.5-dən sonra dərman məsləhət görərəm əziyyət çəkməməsi üçün. Əgər ekstra əziyyət çəkirsə 38-dən də verə bilərəm. Sən nə düşünürsən bu barədə? Mən düşünürəm ki, 30 sənə eynən 38 temperaturun görməyincə mən də heç bir dərman vermərəm xəstəyə. Nəzərə alsaq ki, indi birazdan o temperatur salan dərman maddələrindən danışacağıq. Hansı ki, bütün Avropada, bütün dünyada temperaturu salmaq üçün hal-hazırda yəni birinci seçim sadəcə bir dərmandır. Bu dərmanın da düşünəndə ki, qaraciyərə olan zərərləri nə qədərdir və